Ötən gün Şuşada keçirilən Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tərəfdaşlığının 30 illiyinə həsr olmuş toplantı bir neçə mühüm cəhəti ilə tarixə düşdü. Tədbir iştirakçıların Xankəndi təyyarəsi ilə Füzuli hava limanına səfər etməsi, oradan da Şuşaya yola düşməsi Ermənistana, Qarabağdakı separatçı rejimə, onların havadarlarına və erməni lobbisinə irəli sürdükləri yersiz iddialarla bağlı verilmiş ən tutarlı cavab oldu. Bu tədbir bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyü müzakirə mövzusu deyil. BMT həm də bununla erməni separatizminə, Ermənistan hakimiyyətinə bir mesaj göndərmiş oldu ki, Şuşanı Azərbaycan şəhəri hesab edirlər. Şuşada digər tədbirlər də keçiriləcək və Şuşada BMT-nin bayrağı da qaldırıldı. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, bəli, BMT kimi struktur, digər beynəlxalq struktur Şuşanı Azərbaycan şəhəri kimi, Azərbaycan ərazisi kimi ermənilərin nə demək istədiyini asılı tanıyırlar. BMT-nin bu tədbiri Şuşada reallaşdırması, qurumun və Azərbaycanın bayraqlarının mədəniyyət paytaxtında qoşa dalğalanması təşkilatın bölgədə sülh, təhlükəsizlik istəyinin ifadəsi idi. Bu həm də o demək idi ki, BMT bu torpağın sakinlərinin tezliklə həmin ərazilərə təhlükəsiz və layiqli qayıdışını təminatına beynəlxalq dəstək göstərir. Bu bir mənalı şəkildə göstərir ki, BMT konkret olaraq Qarabağ bölgəsinin məhz Azərbaycan ərazisi olduğunu artıq rəsmi və hüquqi kontekstdə tanıyır. Əlbəttə ki, onsuz da 1992-ci ilin martında Azərbaycan BMT-yə qəbul olunanda məhz ərazi bütövlüyü çərçivəsində, yəni Qarabağ bölgəsi də Azərbaycanın ərazisi olmaqla daxil olmuşdur. Düşünürəm ki, Ermənistan cəmiyyətində istənilən bu hayküy, bu canfəşanlıq, bu ajotaj onlar üçün müsbət hesab verməyəcək. Deməli, Azərbaycanın bölgədə apardığı bərpa və yenidən qurma işləri təqdir olunur və qlobal təşəbbüslərimiz beynəlxalq səviyyədə dəstəklənir. Ona görə də Ermənistanın tədbirə mane olmaq cəhdləri və Nikol Paşinyanın toplantı ilə bağlı səsləndirdiyi fikirlər siyasi riyakarlıqdan başqa bir şey deyil. Südabə Cahangirli, Rüstəm Mikayılzadə, ASTV Xəbər.